Beynəlxalq Çay Günü münasibətilə jurnalistlər üçün media tur təşkil olunub. Səfər zamanı media nümayəndələri çay yığımı prosesi ilə tanış olub. Azərsun Holdingin təşkilatçılığı ilə Beynəlxalq Çay Günü ilə əlaqədar jurnalistlər üçün masallıya media tur təşkil olunub. Görüş çərçivəsində media nümayəndələri Azərçayın çay plantasiyalarına baş çəkərək ilin ilk çay yığımı prosesi ilə yaxından tanış olublar. Səfər zamanı jurnalistlərə yerli çayçılığın inkişafı istiqamətində görülən işlər, plantasiyalarda tətbiq olunan agrotexniki üsullarla bağlı məlumat verilib. Santi Çay Fabrikinin direktoru Nuriyə Rəhmanova yağış mövsümünün məhsuldarlığa müsbət təsir etdiyini qeyd edib. Bugün etibarilə biz də çay bağlarımızdan çay yarpaqlarının yığılması işlərinə başlayırıq. İnşallah ki, bu daha məhsuldar bir ilimiz olacaq. Keçən ilə fərqimiz odur ki, sahəni hardasa bir neçə hektar artırmışıq. Bu il inşallah bol məhsul götürmə fikrimiz var. İdarə İşlər üzrə məsul şəxs Altay Abbasov ilin ilk yığımının başladığını və 22 minə yaxın ştil əkildiyini bildirib. Qeyd edək ki, Azərçay məhsulları yerli bazarlarla yanaşı dünyanın 40-dan çox ölkəsinə ixrac olunur. Made in Azərbaycan markasını daşıyan məhsullar beynəlxalq sərgilərdə uğurla təmsil edilir və Azərbaycan çayçılıq ənənələrinin dünyada tanıdılmasına töhfə verir.